Son dəqiqə, Rusiyadan Azərbaycana qarşı növbəti çirkin təxribat. 27 sentyabr, Anım günü ərəfəsində sosial şəbəkələrin Rusiya segmentində təxribatlar başlayıb. Bakupost.az-musavat.com-a istinadlı xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı diasporu xəbərdarlıq edib. Rusiyanın Sankt-Peterburg şəhərində bəzi anonim qüvvələr sosial şəbəkələr vasitəsilə milli ədavəti qızışdırmaq cəhdinə başlayıblar. Qeyd edək ki, 27 sentyabr Azərbaycanda Anım günü 44 günlük vətən müharibəsinin başlanğıc tarixi kimi qeyd olunur. Hazırda ölkə daxilində həmin günlərlə bağlı hazırlıqlar davam edir. Məlumata görə, təxribatçı qüvvələr həm Azərbaycanlıları, həm erməniləri, həm də Peterburg şəhər hakimiyyətini prosesə cəlb etməyə çalışırlar. Bu isə açıq-aşkar təxribat kimi qiymətləndirilir. Xatırladaq ki, 8 avqustda Ermənistan və Azərbaycan Vaşinqtonda döyüşlərin dayandırılması ilə bağlı birgə bəyanat imzalayıb. Rusiya Xarici İşlər Nazirliyi də Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-da keçirilən görüşünü müsbət qiymətləndirib. Ermənistan Baş naziri Nikol Paşinyan özü də bəyan edib ki, sülhün pozulması istiqamətində müəyyən cəhdlər var. Diaspor nümayəndələri bildiriblər ki, bu cür həssas vaxtda Peterburqdakı Azərbaycanlıları və şəhər rəhbərliyini Ermənistan-Azərbaycan münasibətlərinin xarici siyasət gündəliyinə sürükləmək yol verilməzdir. Rusiyanın Ermənistanda qorxduğu budur. Putinin yeni planı. Globalinfo.az beynəlxalq siyasi gündəmin aktual mövzuları ilə bağlı Türkiyəli politoloq Engin Özərlə müsahibəni təqdim edir. Bugün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trump arasında Ağ Evdə görüş keçiriləcək. Tərəflərin iki ölkə arasındakı münasibətləri, Qəzza məsələsini, eləcə də Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəyi gözlənilir. Donald Trump Social Truth hesabında Ərdoğanla görüşü ilə bağlı paylaşımında bildirib ki, görüşdə iri həcmli Boeing təyyarəsi tədarükü və F-16 müqaviləsi müzakirə olunacaq. Trump F-35 ilə bağlı danışıqların davam etdiyini və müsbət nəticə gözlədiklərini də qeyd edib. Engin bəy, bu razılaşmanın və danışıqların Türkiyə üçün əhəmiyyəti nədir? Görüşdən gözləntilər nədən ibarətdir? Bildiyiniz kimi son 7-8 ildir ki, ABŞ-Türkiyə münasibətləri yaxşıdır. 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Amerika kəşfiyyatı üçün işlədiyi iddia edilən Pastor Brunson məsələsi var idi. Həmin dövrdə prezident olan Trump Türkiyəyə sanksiyalar tətbiq etmişdi. Bu proses bu günə qədər davam edib və ABŞ ilə münasibətlər bəlkə də son 50 ildə ən pis dövrünü yaşayırdı. İndi Rəcəb Tayyib Ərdoğan ABŞ-la münasibətləri yenidən yaxşılaşdırmaq üçün belə bir cəhd edib. Ancaq ABŞ-la Türkiyə arasında Suriyanın şimalından Qəzzaya qədər bir sıra köklü problemlər var. Açığı bu baxımdan ABŞ-nın Türkiyəyə ehtiyacı yoxdur. Türkiyə orada yenidən tərəfdaşlıq qurmağa çalışır. Bunun müqabilində gündəlikdə Avropa İttifaqı istehsalı olan təyyarələrin əvəzinə 250 Boeing təyyarəsinin tədarükü, bununla yanaşı F-16 tədarükü, müdafiə sahəsində bir sıra müqabilələr və Rusiyadan Gazpromun Türk yaxını boru kəməri ilə gələn qaz əvəzinə ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalı kimi məsələlər də var. BMT-nin sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Macron arasında bağlı qapılar arxasında keçən görüşdə iki ölkənin xarici işlər nazirləri ilə yanaşı kəşfiyyat rəhbərlərinin də iştirakı diqqət çəkir. Tərəflər daha sonra mətbuata Ukrayna müharibəsi ilə bağlı açıqlamalar versələr də, görüşün tam detalları açıqlanmayıb. Macronla Ərdoğan arasında hansı mövzular müzakirə olunub? Son zamanlarda iki liderin təmasları intensivləşməsi nədən qaynaqlanır? Görüşdə Fransa kəşfiyyatının olması ehtimal ki, Ukraynada müharibədən sonra təhlükəsizlik təminatları üzrə texniki məsələlərlə bağlı ola bilər. Çünki Fransa hərbiçilərinin bura daxil olmaq ehtimalı var. Bu, bəlkə də Türkiyə ilə ittifaq yaratmaq istiqamətində müzakirə ola bilər. BMT sessiyası fonunda Ukraynanın ön cəbhədə üstünlüyü ələ alması xüsusi diqqət çəkir. Ukrayna müharibənin ritmini dəyişib, Putini danışıqlar masasına oturda biləcəkmi? Ehtimal olunan görüş üçün məkan olaraq Qazaxıstanın adı keçir. Bundan əlavə, Rusiya dronlarının və döyüş təyyarələrinin Avropa ölkələrinin hava məkanına müdaxiləsi Rusiya üçün necə nəticələnəcək? Müharibənin Avropada genişlənməsi mümkündürmü?
Hazırda Avropa, NATO və Rusiya arasında münasibətlərdə gərginlik pik həddədir. Bu isə artıq yaxın zamanda razılaşma əldə olunacağı təəssüratını yaradır. Yəni, müəyyən mərhələdən sonra bu gərginlik biraz da davam edərsə, qızğın münaqişəyə çevriləcəyinə görə indiki məqamda hər iki tərəfin nəhayət kompromis əldə edəcəyini düşünürəm. Təyyarələrin hava məkanını pozması bildiyiniz kimi sınaq xarakteri daşıyır və diplomatiyada bu güc nümayişidir. Hər hansı bir təyyarənin vurulacağını da düşünmürəm. Görüş üçün Qazaxıstan variantı bir qədər problemli görünür. Məlum olduğu kimi, Rusiyanın Qazaxıstanla münasibətləri son zamanlar heç də Belarusla eyni səviyyədə deyil. Görüş neytral ərazidə, lazım gələrsə dənizdə, gəmidə də keçirilə bilər. Yəni, bu texniki məsələdir. Vacib olan təhlükəsizlik təminatları məsələsini həll etməkdir. Harada görüşmək indi ən vacib məsələ deyil. Avropa, İsrailin Qəzzanı işğalı qarşısında konkret addımlar atmağa başlayıb. İtaliya Qəzza zolağına potensial yardım göstərmək üçün dəniz gəmilərindən birini yönləndirib. İspaniya Qəzzaya havadan 12 ton humanitar qida yardımı atıb. İspaniya hökuməti İsraillə qarşı yeni sanksiyaları təsdiqləyib. Avropa ölkələrinin Fələstin məsələsində mövqeyi Qəzzadakı vəziyyəti dəyişəcəkmi? Fələstin dövləti və xalqının taleyi necə olacaq? Əslində vacib məqam odur ki, İngiltərə, Fransa və Avstraliya kimi ölkələr Fələstinin müstəqilliyini tanıdı. Yəni, müstəqilliyi tanınan Fələstini fiziki olaraq işğal edə bilməzsiniz. Avropa İsrailin qarşısını almağa çalışır və çox müsbət addımlar atılır. Humanitar yardımlar isə vətəndaş cəmiyyəti qurumlarının təşkilatçılığı ilə həyata keçirilir. Ermənistanın baş naziri Nikol Paşinyan bugün Qlobal Atom Forumunda iştirak etmək üçün Moskvaya gedir. O, BMT sammitinə qatılmayıb. Moskvada Putinlə danışacaq. Bu arada Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi layihəsi gündəmdədir. Metsamor AES-dəki təhlükəli vəziyyətlə bağlı Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq təşkilatlara çağırış edib. Ermənistanın yeni AES tikmək planlarının məqsədi nədir? Bu layihə reallaşarsa, region ölkələri üçün hansı nəticələr doğura bilər? Bugün Moskvada keçirilən Qlobal Atom Forumunda Belarus prezidenti Aleksandr Lukashenko da iştirak edəcək və Putinlə təkbətək görüşü olacaq. Paşinyanla görüş barədə mətbuatda məlumat yoxdur və belə bir görüşün baş verəcəyini düşünmürəm. Hazırda mövcud olan Metsamor AES, Sovetlər dövründə tikilmiş texniki baxımdan köhnə nəsil atom elektrik stansiyasıdır. Yeni atom elektrik stansiyası inşa etməyi düşünmələri normaldır. Çünki bu barədə razılaşma bugün əldə olunsa, ən az 5-6 il sonra qüvvəyə minəcək. Əksinə, yeni stansiyanın inşası köhnə stansiyanın bağlanacağı anlamına gəldiyinə görə, təhlükəsizlik baxımından da Türkiyə və Azərbaycan üçün müsbət gəlişmədir. Ermənistanda Paşinyanla Rusiya meyilli qüvvələr arasında mübarizə gedir. Rusiya regionda ABŞ-ın nüfuzunun artmasının dolayı yolla qarşısını almaq və Ermənistanda hakimiyyəti devirmək üçün müxalif və revanşist qüvvələrdən istifadə edir. Ermənistanda baş verən proseslər sülh prosesinə necə təsir edə bilər? Rusiya Ermənistanda ABŞ-ın deyil, Avropa İttifaqının varlığından çəkinir. Buna eynən Gürcüstanda olduğu kimi birinci dərəcəli təhdid olaraq baxır. Moskvanın ABŞ-ın indiki hakimiyyəti ilə müəyyən məqamda razılığa gəlmək ehtimalı yüksəkdir, amma AI ilə tamamilə zid cəbhədə yer alır. Rusiyanın sülh prosesinə təsir edə biləcəyini düşünmürəm. Bugünə qədər kilsə üzərindən həyata keçirilən təzyiqlərlə bərabər belə bir şeyin baş verəcəyini istisna edirəm. Çünki Rusiyanın orada ən çox təsir edəcəyi qüvvə Qarabağ klanıdır ki, onun da hazırda Ermənistan siyasətində təsiri yoxdur. İkincisi, kilsə ilə bağlı hücumlar sınaqdan keçirildi, amma bu xalq tərəfindən dəstək almadı. Mən Elçin Zeynalov Neptuna 2011-ci ildə Həzas Nanofilialında mühasib operator kimi qoşuldum. O vaxt bu sahədə yeni idim. Amma elə ilk gündən başa düşdüm ki, burada inkişaf üçün həqiqi imkanlar var. 2014-cü ildə fəaliyyətimə Nərmanov filialında davam etdim. Müxtəlif insanlarla işləmək, yeni təcrübələr qazanmaq mənim üçün çox dəyərli oldu. 2015-ci ildən fəaliyyətimə Əhmədli filialında müdir müavini kimi davam etdim. Artıq komanda idarə etmək, proseslərə rəhbərlik etmək məsuliyyətini üzərimə götürmüşdüm.
2020-ci ildən Xalqlar Dostluğu filialında mağaza müdiri kimi fəaliyyətimi davam etdirdim. Artıq strateji düşünməyi, proseslərə rəhbərlik etməyi öyrənmişdim. Hazırda isə 2023-cü ildən Maşdağa filialında mağaza müdiri kimi fəaliyyətimi davam etdirirəm. Artıq bu illər ərzində Neptun mənə ikinci evim kimi olmuşdur. Bu yol asan olmadı, amma hər mərhələsində öyrəndim, böyüdüm və irəlilədim. Neptun mənə təkcə karyera deyil, həm də bir ailə dəyərini öyrətdi. Nə yaxşı ki, Neptundayam. Evində sərin atmosfer yaratmaq üçün kondisionerlərini Solitondan endirimli qiymətlərlə al. 40-45 kvadrat metr rifil kondisioner 499 manat 99 qəpik. 60-65 kvadrat metr rifil kondisioner cəmi 699 manat 99 qəpik. Geniş çeşid, bol məhsul sayı və sərfəli qiymətlərlə bu yay sərinlik hər kəs üçün əl çatan olacaq. Soliton, telefon 180, rəsmi sayt soliton.az. Nəfəs darlığı, xırıltılı öskürək, halsızlıq varsa, xəstəliklə qarşı-qarşıyasız. Bronxonat şərbəti öskürək və qıcıqlanmanı azaldır, təngi nəfəsliyi aradan qaldırır, bəlğəmin orqanizmdən xaric olmasını təmin edir. Herbafloradan sirop formasında öskürək varsa, bronxonat var. Selfie çəkdirmək xoşlayırsınız? Bəs video selfie ilə banka gəlmədən kredit almaq istərdiniz? Onda bu imkan məhz sizin üçündür. Play Market və App Store platformalarından mobil şöbə əlavəsini yükləyin, kredit sifarişi bölməsində 50.000 manatadək nağd kredit məbləğini qeyd edin və qısa video selfie ilə sifarişi tamamlayın. Kreditiniz isə birbaşa evinizə gəlsin. Bank Respublika sizə faydalı.